memesi, iki kardeş kutsalı, Şuşa beyannamesi. Name bütün halkları, sesleyir sülher sarı, Name bütün halkları, sesleyir sülher sarı, dost mehriban halkların, Şuşa beyannamesi, dost mehriban halkların, Şuşa beyannamesi. Türk Azerbaycan yurdu, galip sefer ordu, Türk Azerbaycan yurdu, galip sefer ordu. Her adımı onurlu, Şuşa beyannamesi, her adımı onurlu, Şuşa beyannamesi. Başkamında ilhamlı, Türk Erdoğan imzalı, iki kardeş timsalı, Şuşa beyannamesi. Başkamında ilhamlı, Türk Erdoğan imzalı, iki kardeş timsalı, Şuşa beyannamesi. İki kardeş timsalı, Şuşa beyannamesi. Birbirimizin sağlığında geldiğini bilək, sizə uğurlar, laniyətlər. Sağ olun. Arkadaşlar üzüm istəyirəm, mən bilmirdim siz söylüyorsunuz. Ona göre söylüyorum. Ben bu ece böyle çıkarmış yaparım size hiç danışmayın. Nətə? Danışmıyor. Danış. Vaxt verir. Yaxşı, bir dənə şeir yazmışam, elə onu deyim tutarım. Dağıstanlı şərafətdir bizim gözəl şairimiz. Həmdə də haqqani, çox gözəl. Əzizimiz, yaxşı da tərifləmə. Dağıstanlı şərafətdir bizim gözəl şairimiz. Əzizimiz, sevimlimiz, həm anamız, həm nənəmiz. Hər bir şair istəyər ki, onun kimi şeir yazsın. Pis iş deyil düzüb qoşmaq, budur bizim vəzifəmiz. Kiçiklikdən qurtulmaq üçün böyüklərlə yarışırıq. Onlara çox hörmətim var, beləcədir adətimiz. Nəvə bala gözəl varlıq, ciyərparam canım mənim. Görün necə işıq saçır tədbirimiz, şənliyimiz. Mənim könlüm deyir ki, bəs yenə nəsə tapım yazım, şərafətli sözlərlə nur ələyir ələyimiz. Mənəmcəyəm, şeirlərim həqiqətən maraqlıdır. Nənəmizə dəyər verək, qoy olmasın heç səhvimiz. Bir de kardeşle danışıyorlar. Bir neçə kəlmə şair. Mikrofon yanında. Füzoli'den de Karabağ. Çok şadam ki, mənə söz verdiyinizə görə minnətdaram sizə. Mən səhərdən yoldaşlar hamısını da biz Şərafət xanımla Lenin adına kitabxanaya gedərik vaxtıyla. Lenin adına kitabxanada, orada tarix olur. Bir nəfər orada adını verməyəcəm, Şərafət xanımın şeirlərini cırmaq istədi. Şəngət Qızılan deyirlərdən gəldi. Mən o vaxtı, ona görə Şərafət bizim aramızda tək qız xeylardı. Onda çoxdan vermədi. Onda mən onun əlindən tutdum, dedim ki, dedi o qız buradan gəlir, onda çıxdı oxuda, təzə başlayıbdır. Və mən şeyləri saxladım, dedim ondan şey yox, yaxşı şair olacaq. Əgər bir-birə kişinin içində o tək gəlirsə bura, o yaxşı şair olacaq. Mən Şərafət xanımı o vaxtdan qayım. Təxminən bu, haradasa bir 50 ilin, 40 ilin, 50 ilin söhbətidir. Təxminən. Onda da o dərnəyi də Tofi Mütəllim oldu. Bir dəqiqə, Şərafət darıqma. Bir dəqiqə, deməli o dərnəyi də Tofi Mütəllim oldu. Biz Şərafətlə heylə tanış olduq. Onda təzə yazırdı. 50 ilin söhbət verirdim mən burada. Biz burada, bu dairə yox idi burada. Bizim böyük bir dərnəyimiz vardı burada. Natıravan qurumuna yığışırdı. Bu barədə məlumat verirsə, sonradan əmələ gələn şey, burada bir şey yox. Bizim burada dərnəyimiz var idi, Natıravan qurumuna yığışırdı 61-ci ildə. Tofik Mükəllim'in Bir dəqiqə. Bura gəlirdi Məmməd İsmail gəlirdi bura xanım. Məmməd İsmail gəlirdi bura əsri içirdi xandan, Toğuzdan. Bu sayağı boynuzdan gəlirdi, açıq başında 12 varaq dəftərlə. Burada oturardı, burada heyətdə oturardı, şeirə baxardı Xəlil Rıza və Cabir Novruz. Gündəki zamanlar açılıyız. Burada bu yox idi.
Burada ancaq oturacaqlar vardı. Orada deməli, balaca heyət vardı. Balaca orada da pilləkəni vardı, orada çıxardı. Mən Cabir Novruz'la Xalid şeirə baxardı, Firdun Ağayev nəsrə baxardı, Rəfiqə Hüseynova da qəbul olunan şeirləri protokola yazardı. Bir şeir götürürdü. Çoxla şeirlər. Şeirlər ədəbiyyat qəzetindən çap olunardı. Kim ki şeiri bəyənilirdi, onda şairləri sayən yox idi, şair qiymətli yox idi. Yəni, bir şeiri götürərdi, onda onlar verərdi, şair ədəbiyyata verəməzdi. Yusuf Əzimzadə vardı, Osman Sərivəlli vardı, Bəxtər Mahabzadə vardı, Məmmədanı Sərətəsə gəlmişdi. Hələ Cabir Novruz'un üç mənim məhəbbətim kitabı, balaca bir kitabında çap olmuşdu, onda Cabir'də tanıyan yox idi. Ona görə də mən çox yanıram ki, misal üçün onu biz dedik, düzdür, Şərafətin indi bir dəqiqə bu kitabı yazılarını falan da oxuyuram mən, Şərafətlə çox yanıram. Məsələ buradadır ki,